Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il səhifə 172-də bir neçə səhifə 172-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Növbəti digər məsələlərin izahını YouTube-a yükləmişəm. Həmən məsələlərə, yəni məsələlərin izahına baxa bilərsiniz. Məsələ 281-ə baxaq. Dağın ətəyində atmosfer təzyiqi 725 mm civə sütunu, havanın temperaturu müsbət 22 dərəcə, 22,8 dərəcə Selsidir. Havanın temperaturunun demək mənfi 6,6 dərəcə Selsi olduğu hündürlüyü müəyyən edin metrlə. Və biz keçən video dərslərdə qeyd etmişdik. Bir daha qeyd edək. Nisbi hündürlük nəyə deyilir? Mütləq hündürlük nəyə deyilir? Nisbi hündürlük yer səthində bir nöqtənin digər nöqtəyə nəzərən şaqlı xətt üzrə hündürlük fərqidir. Mütləq rütubətli hündürlük isə okean səviyyəsindən, okean və ya dəniz səviyyəsindən hesablanan hündürlükdür. Demək ki, Avropa ölkələrində hündürlük, mütləq hündürlük şimal və Aralıq dəniz səviyyəsindən hesablanır. Azərbaycanda isə Baltik dənizindən hesablanır. Yəni mütləq hündürlük Baltik dənizindən hesablanır. Xəzər dənizindən niyə hesablanmır? Çünki Xəzər dənizi okean səviyyəsindən aşağıda yerləşir. Demək, bir də qeyd edək, mütləq demək rütubətlik, mütləq nisbi rütubətlik nəyə deyilir? Mütləq rütubətlik nəyə deyilir? Mütləq rütubətlik 1 kubmetr havada olan su buxarının faktiki miqdarıdır və qramla ifadə olunur. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmin temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizli ifadəsidir. 30 dərəcə Selsi temperatura qədər olan hava, yəni nisbi rütubətliyi 30%-ə qədər olan hava quru hava, 30%-dən 60%-ə qədər olan hava normal hava, 60%-dən çox olan hava isə ifrat rütubətli hava sayılır. Bir də hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə olur. Doymuş hava nəyə deyilir? Müəyyən temperaturda 1 kubmetr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və bir də müxtəlif temperaturlarda 1 kubmetr havanın doyması üçün tələb olunan su buxarı miqdarları burada qeyd olunur. Məsələ həllərində bizə lazım olacaqdır. Bir də nisbi rütubətlik, baxın, hiqrometrlə demək, hiqrometr cihazı vasitəsilə burada qeyd olunur. Rütubətlilik psixometr cihazı ilə hiqrometr və havanın rütubətliyi hiqrometr və ya psixrometr cihazı ilə ölçülür. Bu cür təsvir etmişəm. Deməli, daha məsələmizi daha aydın həll edək. Koordinat oxu çəkirik. Temperaturlar arasında temperatur fərqini tapırıq. 29,4 dərəcə Selzini tapmış oluruq. Və temperatur fərqindən biz hündürlük fərqini tapmış oluruq. Yəni nisbi hündürlüyü tapmış oluruq. 1000 metrdə, 100 metrdə temperatur 0,6 dərəcə Selsi aşağı düşürsə, 29,4 dərəcə Selsi x, buradan tənasibi qrup tapırıq 4900 metr hündürlük fərqidir. 4900 metrdən də tapırıq təzyiq fərqini. Təzyiq fərqi olur 490 mm civə sütununa bərabər olmuş olur. Əgər deməli temperaturu 22,8 dərəcə Selsi olan məntəqədə təzyiq 725 mm civə sütununa bərabərdirsə və təzyiq fərqi də 490 mm-dirsə civə sütunu, deməli təzyiqimiz olur 235 mm civə sütununa bərabər olmuş olur. Lakin bizdən istəyir ki, hündürlüyü tapmamızı istəyir. Temperaturu mənfi 6,6 dərəcə Selsi olduğu hündürlüyü istəyir. Və demək dəniz səviyyəsi 0 metrdən keçdiyi üçün
və orada normal atmosfer təzyiqi 760 mm civə suyuna bərabər olur. Ona görə də 760-dan çıxırıq 235-i. Tapırıq temperaturu, təzyiqi tapmış oluruq. Təzyiq olur. Demək, təzyiq fərqi olur 525 mm civə suyuna bərabər olmuş olur. Onu da çeviririk, hündürlük fərqini tapırıq. Hündürlük fərqi olur 5250 metr. Yəni -6,6 dərəcə Selsi temperaturda olduğu hündürlük 5250 metr olar. 5250 metr. Məsələ 282-yə baxaq. Nisbi hündürlüyü, nisbi rütubətliyi 60% olan 1 kub metr havanın doyması üçün 8 qram su buxarı çatışmır və bu göstəricilərə əsasən havanın mütləq rütubətliyini müəyyən edin. Əgər nisbi rütubətlik 60%-dirsə, çatışmayan su buxarı 8 qramdırsa və 100%-dən 60%-ə çıxıb çatışmayan su buxarının faizini tapırıq, 40%. 8 qramı 40%-dirsə, 100% x deməli maksimum demək hədd 20 qramdır. 20 qramdan da 8 qramı çıxırıq, tapırıq 12 qramı tapmış oluruq. Yəni bu göstəricilərə əsasən havanın mütləq rütubətliyi, yəni faktiki mütləq rütubətlik nəyə deyilir? Faktiki su buxarı, havada olan su buxarı deməli 12 qramdır. Çatışmayan isə 8 qramdır. Əgər faktiki su buxarı 12 qramdırsa, çatışmayan su buxarı miqdarı 8 qramdırsa, deməli tam doyması üçün lazım olunan 100% 20 qramdır. Demək ki, məsələ 283-ə baxaq. Sxemdə A və B məntəqələri arasında temperatur fərqinin 24 dərəcə Selsi olduğunu nəzərə alıb, kəsmə yüksəkliyi müəyyən edin. A və B məntəqələri arasında 1, 2, 3, 4 dənə kəsmə yüksəklik vardır. 4 dənə kəsmə yüksəklik vardır. Ona görə də 24 dərəcə Selsidən, yəni təzyiq fərqindən, temperatur fərqini çeviririk hündürlük fərqinə. Tənasibi qrup tapırıq 4000 metr. 4000 metri də 4-ə bölürük. Deməli, kəsmə yüksəkliyi olur 1000 metr. Kəsmə yüksəkliyinin hündürlüyü olur 1000 metr. Məsələ 284-ə baxaq. Bu da eyni tipli məsələdir. Burada 5 dənə kəsmə yüksəklik vardır. 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. Deməli, A və B məntəqələri arasında temperatur fərqi 15 dərəcə Selsi olduğunu nəzərə alıb, kəsmə yüksəkliyi müəyyən edin. Burada da 15 dərəcəni, yəni temperatur fərqini çeviririk hündürlük fərqinə, olur 2500 metr. 2500 metri də 5-ə bölüb tapırıq, kəsmə yüksəkliyin hündürlüyünü tapmış oluruq, 500 metrdir. 2500 metri 5-ə böləndə 500 metr. Məsələ 285-ə baxaq. Temperaturu 30 dərəcə Selsi, nisbi rütubətliyi 27% olan 1 kub metr hava 10 dərəcə Selsiyə qədər soyuyarsa, havanın nisbi rütubətliyini müəyyən edin. Burada bayaqki kimi qeyd olunur. 1 kub metr havada 10 dərəcə Selsi temperaturda maksimum doyma həddi 9 qram, 30 dərəcə Selsidə isə 30 qram su buxarı ola bilər. Əgər demək 30 qram 100%-dirsə, 27% x, buradan tapırıq faktiki su buxarımız 8,1 qramdır və bizdən havanın nisbi rütubətliyini müəyyən etməyimizi istəyir. 10 dərəcə Selsidə 9 qram 100%-dirsə, 8,1 qram x, buradan tapırıq 90%. Deməli, 10 dərəcə Selsidə faktiki, yəni nisbi rütubətliyimiz 90% olar. Sonra əgər temperatur 10 dərəcə Selsiyə qədər soyuyarsa, 286-da temperaturda 20 dərəcə Selsiyədə nisbi rütubətlik 75%, 1 kub metr hava 30 dərəcə Selsiyə qədər qızarsa,
və onun nisbi rütubətliyini müəyyən edin. Demək, burada isə tərsinə hava 30 dərəcə Selsiyə qədər olur. 17 qramı 100%dirsə 20 dərəcə Selsi temperaturda doyma həddi maksimum 17 qramdır. 75% X buradan tapırıq 12,75 qram, yəni mütləq rütubətlik, faktiki havada olan su buxarı miqdarını tapmış oluruq. Nisbi rütubətlik əgər temperatur qalxarsa, 30 dərəcə Selsiyə qədər qalxarsa, deməli 30 qramı 100% qəbul ediriksə, 12 və havada olan faktiki su buxarı bu qədərdir. 12,75 qram deməli nisbi rütubətlik olar, 42,5% olar. Deməli nisbi rütubətliyimiz bu qədər olar. Çünki faktiki su buxarımız, yəni mütləq rütubətliyimiz 12,75 qramdır. Məsələ 287-yə baxaq. A və B məntəqələri arasındakı temperatur fərqi. A və B məntəqə burada çökəklikdir. Həmişə fikir vermək lazımdır. Və A və B məntəqələri arasında 2 dənə kəsmə yüksəklik vardır. Buna da fikir vermək lazımdır. A və B nöqtə arasında temperatur fərqi 6 dərəcə Selsidir. Yəni 1000 metrdir. Biz bilirik ki, 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşür. Yəni yüksəklik fərqinə görə. A və C nöqtələri arasında isə A və C nöqtələrinə baxırıq. Demək, nöqtələr arasında 7,5 dərəcə Selsi olarsa, C nöqtəsinin mütləq hündürlüyünü tapaq. Çökəklik olduğu üçün bunu da nəzərə almaq lazımdır. Hündürlük fərqi 1000 metrdir. 1000 metri 2-yə bölürük kəsmə yüksəklərinin sayına, tapırıq kəsmə yüksəkliyimiz olur 500 metr. Və fikir verək, horizontalın birində hündürlüyümüz verilmişdir 5000 metr. A məntəqəsinin hündürlüyü olur, yəni 500 metrdən 5000 metrdən üzərinə 500 gəlirik. 5500. 5500 A nöqtəsinin hündürlüyü olur. B nöqtəsində isə çıxırıq, yəni orada olur 4500 metr. Hündürlüklər burada qeyd etmişəm. A məntəqəsində 5500, B məntəqəsində 4500 metr olur. Və temperatur fərqi 7,5 dərəcə Selsidirsə, bunu çeviririk məsafəyə, yəni hündürlük fərqinə. 1250 metr hündürlük fərqidir. A məntəqəsinin hündürlüyü 5500-dürsə, çıxırıq 1250 metri, tapırıq 4250 metr olur C məntəqəsinin hündürlüyü. 4250 metr tapmış oluruq C məntəqəsinin hündürlüyü. Çünki A məntəqəsinin hündürlüyü 5500-dür. Çıxırıq hündürlük fərqini, tapırıq C məntəqəsinin hündürlüyünü. Məsələ 288-ə baxaq. Bu da eyni tipli məsələdir. A və B nöqtələri arasındakı temperatur fərqi 1,8 dərəcə Selsi. Deməli, 2 dənə horizontal vardır. A və C nöqtələri arasındakı isə 2,4 dərəcə Selsi olarsa, C nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin metrlə. Burada da bayaqki qaydada yenə də demək 100 metri 1,8 dərəcə Selsini çeviririk hündürlüyə. Yəni temperatur fərqi 1,8 dərəcə Selsidirsə, hündürlük fərqi 300 metrdir və aralarında 2 dənə kəsmə yüksəklik vardır. Deməli 150 metr kəsmə yüksəkliyimizin hündürlüyü olar və bir horizontalın hündürlüyü burada verilir. Berg ştrixlərə həmişə fikir veririk. Dağdır, bu dağı göstərir. 750-dən çıxırıq, demək 150 metri, tapırıq 600 metr. Deməli A nöqtəsinin hündürlüyü 600 metr, B nöqtəsinin hündürlüyü olur 900 metr. Bizə A nöqtəsi lazımdır. Çünki A və C nöqtələri arasındakı temperatur fərqini burada verir. 2,4 dərəcə Selsi çeviririk, hündürlük fərqini tapırıq 400 metr və 600 metr, çünki A nöqtəsinin hündürlüyü 600 metrdir. Üzərinə gəlirik hündürlük fərqini. Hündürlük fərqi olur və burada tapırıq C nöqtəsinin hündürlüyünü tapmış oluruq. 1000 metri tapmış oluruq. Yüksəklik olduğu üçün burada toplayırıq. Bayaqki məsələdə çıxırdıq, çünki çökəkliyi idi. Burada çıxırıq, hündürlüyü azalır. Burada isə yüksəklikdir. Burada toplayırıq. 600 metrin üzərinə 400 metr gəlib tapırıq 1000 metr.
C nöqtəsinin hündürlüyünü tapmış oluruq. Məsələ 289-a baxaq. Nisbi rütubətliyə aid məsələdir. Temperatur 30 dərəcə Selsi olan havada nisbi rütubətlik 49%-dən 64%-ə qədər yüksəlmişdir. Mütləq rütubətliyin neçə qram artdığını müəyyən edin. Və yenə də burada demək 30 dərəcə Selsidə olan 1 kub metr havanın tam doyması üçün 30 qram su buxarı lazımdır. Bizdən artdığını soruşur. Artdığını soruşursa 64%-dən 49%-i çıxırıb taxırıq o 15%. Deməli 15% artmışdır. 30 qramda 100%-dirsə 15%-də x buradan tapırıq 4,5 qramı, yəni artan qramı istəyir. Yəni mütləq rütubətliyin neçə qram artdığını soruşursa 4,5 qram artmışdır. Məsələ 290-a baxaq. Burada da temperaturu 20 dərəcə Selsi olan havada nisbi rütubətlik 78%-dən 48%-ə enmişdir. Burada azalıb. Mütləq rütubətliyin neçə qram azaldığını müəyyən edin. Burada bayaqki qaydada artıq azaldığını bizdən istəyir. 78%-dən 48%-ə çıxırıq. 30%, biz 30%-i tapmalıyıq. 17 qram 100%-dirsə 30% 5,1 qram azalmışdır. Mütləq rütubətlik 5,1 qram azalmışdır. Bizdən azalan qramla miqdarını soruşur, mütləq rütubətliyi. Sonra məsələ 291-ə baxaq. A məntəqəsində atmosfer təzyiqi, A məntəqəsi yenə çökəklikdir, fikir vermək lazımdır. A məntəqəsində atmosfer təzyiqi 723 mm civəstonu, kəsmə yüksəklik 200 metr olarsa, B məntəqəsində atmosfer təzyiqini müəyyən edin. 2 dənə kəsmə yüksəkliyi var A və B məntəqəsi arasında. Ona görə də kəsmə yüksəkliyin 200 metri 2-yə vururuq. Aralarında hündürlük fərqi 400 metrdir. Və 400 metr, yəni hündürlük fərqində çeviririk təzyiq fərqinə. Təzyiq fərqi olur 40 mm civəstuna bərabər olmuş olur. Çünki 100 metrdə 10 mm civəstuna, yəni təzyiq aşağı düşür. 400 metrdə 40 mm civəstuna aşağı düşər təzyiq. Və A məntəqəsində 723 mm-dirsə təzyiq, çıxırıq 40 mm çıxırıq, tapırıq 683 mm civəstunu tapmış oluruq. B məntəqəsindəki təzyiqi istəyir bizdən 683 mm civəstununa bərabər olmuş olar. Çünki burada çökəklikdir, ona görə də çıxırıq. Çökəklikdə çıxırıq. Məsələ 292-yə baxaq. Burada artıq yüksəklikdir, dağdır. Ona görə də fikir verək. B məntəqəsindəki təzyiq istəyir. A məntəqəsində təzyiq 642 mm civəstunu, kəsmə yüksəkliyi 300 metr olarsa, B məntəqəsində atmosfer təzyiqini müəyyən edin. Aralarında 1, 2, 3 dənə kəsmə yüksəklik vardır. 300 metri 3-ə vurub tapırıq 900 metr. Hündürlük fərqi 900 metr. Hündürlük fərqində təzyiq fərqinə çeviririk 90 mm civəstunu və A məntəqəsində 642-dirsə, deməli artacaqdır. B məntəqəsində artacaqdır. Ona görə də 90 gəlib, 642-nin üzəri 90, 732 mm civəstununa bərabər olmuş olar B məntəqəsində təzyiq. Məsələ 293-ə baxaq. B nöqtəsinin mütləq hündürlüyü 2500 metr olarsa, A və C məntəqələri arasında olan temperatur fərqini istəyir bizdən. B məntəqəsində 250-dirsə, baxın B məntəqəsində 250-dirsə, bu horizontalla 1500 metr hündürlükdə olan horizontalla B məntəqəsi arasında 2 dənə kəsmə yüksəklik vardır. Həmişə bunu nəzərə almaq lazımdır. 2500 metrdən 1500 metr çıxıb hündürlük fərqini tapırıq. 1000 metr. 1000 metri də 2-yə bölürük. Çünki aralarında 2 dənə kəsmə yüksəklik vardır. Deməli, kəsmə yüksəkliyimiz oldu 500 metr. Bizdən soruşur A və C məntəqəsi arasında. A və C məntəqəsi arasında fikir verək. 1, 2, 3, 4, 5. 5 dənə kəsmə yüksəklik vardır.
Ona görə də 500 metri vururuq 5-ə, tapırıq 2500 metr tapmış oluruq. A və C arasında məsafə. Bizdən temperatur fərqini soruşur. Temperatur fərqini soruşursa biz çeviririk, temperatur fərqini tapırıq. Buradan tapırıq 15 dərəcə Selsi. Deməli A və C məntəqəsi arasında temperatur fərqi demək 15 dərəcə Selsi olar. Sonra məsələ 294-ə baxaq. 294-ə baxaq. A məntəqəsinin mütləq hündürlüyü 3500 metr olarsa, C və B məntəqələri arasında temperatur fərqini, burada da temperatur fərqini soruşur. 3500 metrlə. 3500 metrlə 1500 metr arasında deməli hündürlük fərqi 2000 metrdir. 1, 2, 3, 4 dənə kəsmə yüksəklik vardır. 2000 metri də 4-ə böləndə 500 metr. Deməli, kəsmə yüksəkliyimiz olur 500 metr. Və demək, bizdən C və B məntəqələri arasında. C və B məntəqələri arasında 1, 2, 3 dənə kəsmə yüksəklik vardır. Ona görə də 500 metri vururuq 3-ə, 1500 metr. 1500 metri də çeviririk temperatura, bizdən temperatur fərqini soruşur. Bu da 9 dərəcə Selsi edər. Yəni 1000 metrdə 6 metr aşağı düşürsə, 1500 metrdə 9 dərəcə Selsi. Deməli, temperatur fərqi də 9 dərəcə Selsi olar. 295-ə baxaq. Dağın zirvəsində havanın temperaturu -3 dərəcə Selsi. Demək, təzyiq isə 510 mm civə sütundur. Dağın ətəyində 200 metr hündürlükdə havanın temperaturunu müəyyən edin. Yenə də baxın, bu cür təsvir edirik. Zirvədə -3 dərəcə Selsi, təzyiq 510 mm civə sütunu və qeyd edir ki, demək 200 metr hündürlükdəki temperaturu istəyir bizdən. Biz bilirik ki, demək 0 metr hündürlükdə, yəni okean səviyyəsində təzyiq 760 mm civə sütundur. Ona görə də 760 mm civə sütunundan çıxırıq 510 mm, çünki qeyd edir ki, zirvədə, dağın zirvəsində təzyiq 510 mm civə sütununa bərabərdir və aralarında təzyiq fərqi tapırıq. 250 metr civə sütununa bərabər olmuş olur. Onu da çıxırıq, tapırıq, hündürlük fərqini tapırıq. 2500 metr tapırıq. 2500 metrdən 200 metr çıxırıq, çünki bizə deyir ki, 200 metrdə havanın temperaturunu soruşur. Aralarında hündürlük fərqini tapırıq, 2300 metr tapırıq. 2300 metrdə çeviririk, hündürlük temperatur fərqini tapırıq. Temperatur fərqi olur 13,8 dərəcə Selsin tapmış oluruq. Və buradan da temperatur fərqi 13,8 dərəcə Selsidirsə, zirvədə -3 dərəcə Selsidirsə, temperatur fərqi də 13,8 dərəcə Selsidirsə, deməli, digər məntəqədə 10,8 dərəcə Selsi olar. 200 metr hündürlükdə 10,8 dərəcə Selsi olar. Baxın, hündürlük fərqlərindən tapırıq bunların hamısını. Məsələ, demək, 296-ya baxaq. 296. Dağın zirvəsində havanın temperaturu -4 dərəcə Selsi, atmosfer təzyiqi 430 mm civə sütun, dağın ətəyində 400 metr hündürlükdə havanın temperaturunu müəyyən edin. Bayaqki qaydada həll edirik. Deməli, 0 metrdə təzyiq 760 mm civə sütunu çıxırıq, tapırıq 330 mm civə sütunu. Və onu da çeviririk, hündürlük fərqini tapırıq, 3300 metri tapmış oluruq və 3300-dən də çıxırıq 400 metri, çünki bizdən 400 metr hündürlükdəki havanı istəyir, temperaturu istəyir və 400 metrə çıxanda 2900 metr, temperatur fərqini tapırıq, 2900 metrdə 17,4 dərəcə Selsi, 17,4 dərəcə Selsi. Deməli, dağın zirvəsində temperatur -6 dərəcə Selsidirsə, temperatur fərqi də 17,4 dərəcə Selsidirsə, digər məntəqədə temperatur 13,4 dərəcə Selsi olar.